Bakı Dövlət Universitetində ali təhsil müəssisələri üçün keyfiyyətə doğru addım akreditasiya prosesinə hazırlıq seminarı keçirilib. Ölkənin 40 ali təhsil müəssisəsindən 84 əməkdaşının iştirak etdiyi seminarda akreditasiya qiymətləndirilməsinin əsas məqsədi və mərhələlərindən bəhs olunub. Həmçinin akreditasiyanın keyfiyyətinin artırılmasındakı rolu barədə müzakirə aparılıb. Bilirsiniz ki, Təhsil Keyfiyyət Təminatı Agentliyi dövlətin verdiyi mandata əsasən həm ali təhsil müəssisələrində institusional akreditasiya, eyni zamanda ötən ildən etibarən proqram akkreditasiyası həyata keçirilir və bununla da biz formalaşmış təcrübə əsasında mövcud olan yanaşmanı və eyni zamanda ali təhsil müəssisələrimizin daha üst səviyyə qalxması üçün keyfiyyət mədəniyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq metodoloji dəstəyin göstərilməsində öz üzərimizə necə deyək, alırıq.